Hə, şeydir. Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə yeni bir mövzuya, mürəkkəb cümlələri mövzusuna başlayırıq. İki və daha artıq sadə cümlənin birləşməsinin əmələ gələn cümlələrə mürəkkəb cümlələr deyilir. Mürəkkəb sadə cümləni biz artıq bilirdik necə. Əgər bir cümlənin bir mübtəda, bir xəbəri varsa, artıq cümləmiz necə cümlə idi? Sadə cümlə idi. Lakin cümlədə deyək ki, bir mübtədam və iki xəbərim var. Və xəbərin hər ikisi də bir mübtədaya məxsusdur. Məsələn, mən getdim, sonra da gəldim. Belə bir şey yazmışam. Nə etdim, getdim, kim, mən. Nə etdim, gəldim, kim, mən. Hər ikisi də eyni mübtədaya aiddirsə, burada artıq xəbərlərim həmcinsdir və cümləm sadə cümlədir. Bunları bilirik. Bəs yaxşı, mürəkkəb cümlə necə olacaq? Mürəkkəb cümləmiz ayrı-ayrı ya mübtəda xəbəri var, hərəsinin ayrı mübtədası, ayrı xəbəri var və yaxud da heç mübtədanı da bizə verməyə bilər. Götürüb bizə təkcə bu cümlənin xəbərini verə bilər, bu üzdə də bir xəbər verə bilər. Artıq burada şəxsləri özümüz bərpa edirik. Baxacağıq ki, ya müxtəlif şəxslər belə olsa bu cümlə olacaq necə cümlə? Mürəkkəb cümlə. Yəni iki sadə cümlənin əmələ gəlməsi, birləşməsi, iki və daha artıq çox sadə cümlənin birləşməsi mürəkkəb cümlə əmələ gətirir. Məsələn, indi misal olaraq yazaq. Deyirəm ki, xanım, xala bu xəbərdən qəzəblənib, bu xəbərdən çox qəzəblənib, qəzəblənmişdi, belə yazaq, qəzəblənmişdi, vergül, əlləri titrəyirdi. Nə edirdi? Titrəyirdi. Nəyi? Əlləri. Ondan sonra nə etmişdi? Qəzəblənmişdi. Kim? Xanım xala. Nədən? Xəbərdən. Hansı xəbərdən? Bu xəbərdən. Baxsanız ki, mübtəda xəbərim var. Və burada titrəyirdi, artıq o titrəyirdi də mənasına gəlir çıxır. Burada artıq bu xəbərlə bunun bir əlaqəsi yoxdur. Deməli, artıq burada nədir? Olacaq necə cümlə? Mürəkkəb cümlə. Mübtəda plus belə yazaq. Mübtəda plus xəbər olduqda qrammatik əsas sadə hesab olunur. Əgər mübtəda plus xəbər minus mübtəda plus xəbər, yəni bu formada deyək də, mübtəda xəbər, yenə mübtəda xəbər bu formada olası olsa, bu cümlə olacaq necə cümlə? Mürəkkəb cümlələr. Sadə cümlə bir neçə məlumatlar deyək, ondan sonra əsas izaha keçərik. Deməli, sadə cümlədə sadalanan xəbərlər bir mübtədəyə aiddirsə, həmin cümlənin xəbəri həmcinsi olur. Az öncə dedim onu mən. Sonrasında mürəkkəb cümləyə keçək. Mürəkkəb cümlədə bir tərkib hissənin bir qayda olaraq ayrıca mübtəda və ya xəbəri olur. Məsələn, demişik, külək əsir, ağaclar ağaclar tərpənir. Belə bir şey yazaq da. Nə edir? Tərpənir. Nə ağaclar, nə edir? Əsir, nə külək. Hərəsinin ayrı-ayrı mübtədası, xəbəri var. Bunlar təhlikdə, hərəsi sadə cümlədir. Birləşdilər, yaratdılar nə? Mürəkkəb cümlə. Sonrasında baxırıq. Ola bilər ki, hər hansı bir tərəfin və ya hər iki tərəfin mübtədası buraxılsın. Bu zaman əsas məsələ xəbərlərin müxtəlif şəxslərə mənsubluğudur. Yəni birinci tərəfdə şəxsləri, az öncə dediyim şey yenə birinci tərəfdə şəxsi gətirib üçüncü şəxs verəcəklər, ikinci tərəfdə gətirib birinci şəxs verəcəklər. Mübtədanı bərpa etməyə çalışdığımız zaman görəcəyik ki, şəxslər ayrı-ayrıdır. Bu zaman yenə mürəkkəb cümlə olacaq. Sonrasında mürəkkəb cümlənin tərkib hissələrində müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələr işlənə bilər. Bunları da bilirik. Hansı şəxsli cümlə, yəni sadə cümlənin şəxsə görə növləridir. Bunların hər birini bilirik. Sonrasında indi isə bir şey deyək sizə. Mürəkkəb cümlə necə ki, sadə cümlənin şəxsə görə növləri varsa, mürəkkəb cümlənin sintaktik bağlılıq xarakterinə əsasən mürəkkəb cümlənin iki növü var. Bir var tabesiz mürəkkəb cümlə. Bir də var tabeili mürəkkəb cümlə. İndi tabesiz mürəkkəb cümlə nədir? Tabesizlik əlaqəsi ilə bağlanan mürəkkəb cümlələrdir. Tabesiz mürəkkəb cümlələr demişik bunu əlaqələr keçəndə.
Tabesiz mürəkkəb cümlələr bərabər hüquqlu sadə cümlələrin birləşməsindən yaranır. Yəni, biri digərindən qrammatik cəhətdən asılı olmur. Yəni, bayaq dediyimiz bir cümlə var idi. Külək əsir, ağaclar tərpənir. Məsələn, bunu necə ayırırsınız ki, bu tabeli mürəkkəb cümlədir, yoxsa tabelsiz mürəkkəb cümlədir? Tabelsiz mürəkkəb cümlədə tərəfin bir tərəfini yoxa sayası olsaq, bax belə sayırıq. Bu külək əsr edəcək. Bir məna ifadə edir. Lakin və ya bu üzə salaq, ağızlar tərpənir. Bir məna ifadə edir. Yəni bir-birindən asılı deyil. Təhlikdə də işlədə bilirəm bunu. Lakin tabeli mürəkkəb cümlədə elə deyil. Birinci tərəf gəlir və digər tərəfi özündən istəyir, yəni tələb edir. Qarşı tərəfi tabe edərək özünə tələb edir. Məsələ buradadır bir-birindən fərqləndirmək. Külək əsir, lap gözəl əssin. Ağaclar tərpənir, hə, lap yaxşı, bu tərpənsin. Yəni burada bunu nəzərdə tutur. Tərəflər bərabər hüquqludur. Bir-birindən asılı olmur tabesiz mürəkkəb cümlədə. Amma tabeli mürəkkəb cümlədə bir tərəf digərindən qrammatik cəhətdən asılı olur. Bir-birindən ayrıla bilməzlər. Oxşar cəhətləri nələrdir? Tabeli və tabesiz mürəkkəb cümlənin. Hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsindən yaranır. Ümumi mürəkkəb cümləyə aid olan xüsusiyyətdir bu. Hər ikisinin tərkib hissələri intonasiya və ya bağlayıcıların köməyi ilə bağlana bilir. Hər ikisinin komponentləri sadə cümlənin müxtəlif növləri ilə ifadə oluna bilər. Yəni, hər ikisinin tərəflərində sadə cümlənin şəxsə görə növləri var idi. Müəyyən şəxsli, qeyri-müəyyən şəxs və s. Onlarla ifadə oluna bilər. Aha. Sonrasında tabesiz mürəkkəb cümlənin əsas hissəsinə keçək. Tabesiz mürəkkəb cümlə dedik nədir? Bərabər hüquqlu sadə cümlələrin birləşməsindən yaranır və bu tabesiz mürəkkəb cümlə adlanır. Tabesiz mürəkkəb cümlələr tərkib hissələri ya intonasiya ilə, ya da həm intonasiya, həm də tabesizlik bağlayıcıları ilə bağlanır. Biz buradan bağlayıcılar mövzusuna girib çıxası olsaq, bağlayıcılar da iki yerə bölünürdü. Tabesizlik bağlayıcıları və tabellilik bağlayıcıları. Buradan artıq tabesizlik bağlayıcıları, bax bu tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında istifadə olunur. Artıq tabesiz mürəkkəb cümlənin məna növlərini deyəndə onu görəcəyik. İntonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlələr var. Yəni, arada heç bir bağlayıcı vasitədən istifadə olunmayıb, sadəcə intonasiya ilə istifadə olunub. Tərkib hissələri intonasiya ilə bağlayıcı mürəkkəb cümlələr, tabesiz mürəkkəb cümlələrdir. Məsələn, bayaq ilə dediyimiz misalın özü. Külək əsir, yenə eyni misalı yazım. Külək əsir, ağaclar tərpənir. Baxın, bu cümlədə heç bir bağlayıcını görmürəm mən. Lakin mürəkkəb cümlədir. Lakin bunlar hər ikisi bir-birindən, yəni müstəqil cümlələrdə birləşib yaratdılar. Deməli, bu cümlə olacaq tabesiz mürəkkəb cümlə və heç bir bağlayıcı vasitədən istifadə olunmayıb. Bağlayıcı görmürəm və ya heç bir şey. Deməli, bu nədir? Olacaq intonasiya ilə bağlanmış. Nə ilə? İntonasiya ilə. İntonasiya ilə bağlanmış tabesiz mürəkkəb cümlə. Bir də intonasiya və bağlayıcı ilə bağlanan tabesiz mürəkkəb cümlələr var. Deyirəm ki, məsələn, ustalar çox yorulmuşduq, məsələn. Çox yorulmuşduq. Amma istirahət etmək mümkün deyildi. Nə idi? Mümkün deyildi. Nə? İstirahət etmək. Nə etmişdik? Yorulmuşduq. Burada artıq kim biz deyəcəyik. Şəxslər ayrıdır. Bu cümlənin mübtədası xəbəri var. Bu cümlənin də təkcə xəbəri var və beynimizdə biz ifadəsini gətirə bilirik. Gətirə biliriksə, deməli burada nədir bu cümlə? Mürəkkəb cümlədir. Mürəkkəb cümlə olaraq indi baxırsınız nəyə? Həm intonasiyam var. Deməli, tabesiz mürəkkəb cümlənin hamısında intonasiyadan istifadə olunur. Yəni, intonasiya elə bir şeydir ki, yəni istifadə olunmalıdır. Amma isə baxsanız ki, qarşılaşdırma bağlayıcısıdır və istifadə olunub. Deməli, bu cümləm həm intonasiya ilə, həm də bağlayıcı ilə bağlanmışdır.
Sonrasında həmcins xəbərli sadə cümlə ilə tabesiz mürəkkəb cümləni qarışdırmaq olmaz. Məsələn, sizə gətirib də həmcins xəbərli sadə cümlə verəcək. Bayaq dediyimiz misallardan biridir. Bu vaxt diqqətli olmalıyıq. Həmcins xəbərli sadə cümlədə xəbərin sayının çoxluğu, həm də bu xəbərlərin çox vaxt ayrıca ikinci dərəcəli üzvlərə malik olmağı, bəzən onları qarışdırmağı, bir-biri ilə səs salmağa gətirib çıxara bilir. Məsələn, uşaq cəld gəldi. Yox, cəld durub belə yazmalıydım. Cəld durub. Cəld durub. Pəncərənin qabağına gəldi. Gəldi və küçədə baş verənləri müşahidə etdi. Nə etdi? Müşahidə etdi. Deməli, səhv etməmək üçün xəbərlərlə həm gəldi, həm də müşahidə etdi. Baxın, nə etdi? Gəldi. Nə etdi? Müşahidə etdi. Kim? Uşaq. Uşaq müşahidə eləyir, uşaq gəlir. Burada da hər iki hərəkətin ikisini də eləyən nədir? Uşaqdır. Deməli, bu xəbərimdə bu mübtədaya aiddir, bu xəbərimdə bu mübtədaya aiddir. Deməli, bu cümləm nə adlanacaq? Həmcins xəbərli sadə cümlə. Çünki bir mübtədam var, nə olsun ki xəbərim var? Bu həmcins xəbərdir. Bu məncə buranı başa düşdük. Burada problem yaşamarıq. Deməli, tabesiz mürəkkəb cümlənin məna əlaqələri var. Bunlar hansılardır? Birincisi zaman əlaqəli. Birincisi zaman əlaqəli. İkinci sonra ardıcıllıq əlaqəli, sonra səbəb nəticə, aydınlaşdırma, qarşılaşdırma və bölüşdürmə olaraq 6 məna növünə bölünür. İlk olaraq zamanla başlayırıq. Zaman əlaqəli tabesiz mürəkkəb cümlə nədir? Zaman əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələri eyni zamanda baş verir. Yəni hadisə eyni anda olmalıdır. Yəni bir saniyə nə keçmişdə, nə də bir saniyə gələcəkdə yox. Elə indi hansı zamanda hər iki hadisədə keçmişdə deyirsənsə keçmiş olmalıdır. Məsələn, küçələrdə maşınlar şütüyür, deyirəm. Küçələrdə maşınlar şütüyür. Adamlar işə tələsirlər. İlk öncə biz bu əlaqələri tapmağa çalışdığımız zaman cümlələrin sadə yoxsa mürəkkəb cümlə olduğunu tapmalıyıq. Küçədə maşınlar şütüyür. Nə edir? Şütüyür. Nə? Maşınlar. Nə edir? Nə idi? Tələsirdilər. İşə tələsirdilər yazmaq istəyirəm. Tələsirlər. Kim? Adamlar. Baxıram cümlə mürəkkəb cümlədir. İndi baxırsınız, bu cümlədə hansısa bir bağlayıcı görürsünüz? Xeyr. Deməli cümləm intonasiya ilə bağlanıb. Bəs yaxşı. Hansı məna əlaqəli cümlədir? Küçədə maşınlar şütüyür. Aynadan baxırsınız, maşınlar o üzə bu üzə gedir. Adamlar da hərəsi bir düzə işə qaçmağa tələsirlər. Bunun hamısını eyni vaxtda olur da, düzdür? Maşınlar gedən vaxt adamlar da gedir də. Deməli, bu necə olacaq? Zaman əlaqəli tabesiz mürəkkəb cümlə oldu. Zaman əlaqəli tabesiz mürəkkəb cümlədə sonrasında hər iki cümlə üçün ortaq olan cümlə üzvləri də zərfliyi tamamlıq işlənə bilir. Sonrasında zaman əlaqəli cümlədə xəbərlər əsasən eyni zamanda olur. Yəni, hər iki xəbərimizdə, baxın, şütüyür, indiki zamanda, tələsir, indiki zamanda. Hər ikisi indiki zamanda işlədilir. Bunu qeyd olaraq qeyd edirsiniz. Hansı mürəkkəb cümlədirsə, orada həm də, nə də bağlayıcılarını görürsünüzsə, o cümlə zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Buna ifadə verirsiniz. Və ya cümləyə eyni zamanda, eyni vaxtda
ifadələrini artıra bilirsinizsə və görürsünüz ki, uyğunluqdur, deməli bu zaman təbiəsiz mürəkkəb cümlə zaman əlaqəlidir. Zaman əlaqəli təbiəsiz mürəkkəb cümlələrdə sonrasında. Deməli, zaman əlaqəli təbiəsiz mürəkkəb cümlələrdə əsasən cümlələrin yerini dəyişmək mümkün olur. Yəni, necə? Yerini dəyişib fırlaya bilərsiniz. Adamlar işə tələsir, küçədə maşınlar şütüyür. Yenə də heç bir məna dəyişmədi ki, hər bir məna öz yerində qaldısa, deməli, burada artıq nədir? Zaman əlaqəli təbiəsiz mürəkkəb cümlədir. Deməli, hansı xüsusiyyətləri olur tapaq. Eyni zamanda baş verir. Ondan sonra xəbərlər eyni zamanda olur. Həm də nə də bağlayıcılarla istifadə olunur. Baxırsınız, mürəkkəb cümlədir. Bax, onu sadə cümlə ilə qarışdırıb verirlər qarşınıza. Həmdən ya da nədən görən kimi zaman əlaqəli götürürsünüz. Baxırsınız, birinci cümlə mürəkkəb cümlədir. Və həm də nə də bağlayıcıları varsa, bu zaman həmin cümlə zaman əlaqəlidir. Eyni zamanda, eyni vaxtda ifadələrini artıra bilirəmsə və məna dəyişmirsə, zaman əlaqəlidir. Və ən sonda zaman əlaqəli cümlələrin yerini dəyişdirirsiniz. Mürəkkəb cümlənin birincini ikinciyə, ikincini birinciyə tərsinə fırlayırsınız. Dəyişmə olmursa, deməli zaman əlaqəli təbiəsiz mürəkkəb cümlədir. İndi isə keçək sizlərlə ardıcıllıq əlaqəli təbiəsiz mürəkkəb cümləyə. Ardıcıllıq əlaqəli təbiəsiz mürəkkəb cümlələrdə ardıcıl baş verən hadisələr sadalanır. Məsələn, deyirəm ki, zəngin səsi kəsildi. Dərs başlandı. Zəngin səsi kəsildi. Dərs başlandı. Baxırsınız, ardıcıl artığı olur. Biri bitir, sonra digər hadisə baş verir. Biri bitir, yəni ardıcıl olmalıdır. Zəngin səsi kəsildi. Düzdür? Zəngin səsi kəsiləndən sonra başladı dərs. Deməli, burada zəng səsi kəsildi. Birinci hadisə bitdi. Dərs başlandı. İkinci hadisə başlandı. Bu formada olmalıdır. Birinci cümləyə əvvəl, bunu necə tapmalısınız? Birinci cümləyə əvvəl ifadəsini artırırsınız. İkinci cümləyə sonra ifadəsini gətirirsiniz. Uyğun gəlirmi? Əvvəl zəngin səsi kəsildi, sonra dərs başlandı. Deməli, bu zaman artıq bu ardıcıllıq əlaqəli təbiəsiz mürəkkəb cümlədir. Sonrasında ardıcıllıq əlaqəli təbiəsiz mürəkkəb cümlələr bağlayıcılı həm də bağlayıcısız ola bilər. Eyni zaman əlaqəli olduğu kimi. Həm bağlayıcı, həm də bağlayıcısız ola bilər. İsmi xəbərli olmur ardıcıllıq əlaqəli. Ancaq feili xəbərli olur. Belə yazıram. İsmi xəbərli olmur. İsmi xəbərli olmur. Sonrasında bağlayıcısız və bağlayıcılı olaraq. Məsələn, deyirəm ki, qatar stansiyaya çatır. Sərnişənlər vaqondan düşüb vağzaldan çıxırdılar. Deməli, bax, birinci hadisə bitdi. Əvvəl vaqon yaxınlaşırdı. Qatar stansiyaya yaxınlaşır, çatır. Çatandan sonra da insanlar bir-bir düşür. Vaqon çatmamışdan qabaq, stansiyaya çatmamışdan qabaq insanlar düşə bilərmi? Xeyr. Yəni bir hadisə bitməlidir ki, digəri başlanmalıdır. Belə bir ifadə. Sonrasında bağlayıcı ilə işlədilən ardıcıllıq əlaqəsində. Məsələn, və bağlayıcısından işlədilir daha çox. Məsələn, necə? Deyirəm ki, müəllim gəlir və dərsə başlayırıq. Cümləni təhlil edirik ilk öncə. Nə edir? Gəlir. Kim? Müəllim. Nə edirik? Başlayırıq. Nəyə dərsə? Kim başlayır? Biz. Xəbərim ayrı bir şəxsə aid. Yəni bizə aid olsun. Cümlə mürəkkəb cümlədir. Əvvəl müəllim gəlir, sonra biz dərsə başlayırıq. Formasında deyə bilirəm. Və nə ilə bağlanıb? Həm intonasiya ilə, həm də bağlayıcı ilə bağlanıb. Sonrasında keçdik. Səbəb-nəticə əlaqəli təbiəsiz mürəkkəb cümlələr. Səbəb-nəticə əlaqəli təbiəsiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş isə nəticəni bildirir. Yəni, birinci səbəbi olur, sonra isə onun nəticəsi göstərilir bizə. Necə olacaq? Qoy, bura mən səbəb-nəticə yazım. Necə olur deyək. Məsələn, deyək ki, qırılmış məftilə ilişdi. Qırılmış məftilə ilişdi. Qolu qanadı.
Baxın, birinci qırılmış məftilə bu insan ilişdi. Səbəbdir. Daha sonra nəticədə nə oldu? Qolu qanadı. Qırılmış məftilə ilişəndə avtomatik nəticəni axtarmalısınız. Nəticə nə oldu? Qolu qanadı. Birinci cümlədəki hərəkət tamamlanmaya bilər. Bilirsiniz necə olur səbəb-nəticə əlaqəsində? Birinci hərəkət tamamlanmır. Məftilə ilişdi. Bu ilişməyin bir axırı olmalıdır da. İlişdi, yıxıldı mı, qaldı mı, nə bilim, qolunu mu yaraladı və s. Bir əvvəl verir də qarşısını, arxasını səndən tələb etmək istəyir. Nə varsa tələb istəyir səndən. Və ya ikinci cümləyə ona görə də artırmaq olur. Ona görə də bağlayıcısını məncə bilirsiniz də, tanıyırıq. Ona görə də bağlayıcısını artırırıq. Uyğun gəlirsə, o zaman səbəb-nəticə əlaqəlidir. Qırılmış məftilə ilişdi, ona görə də qolu qanadı. Artıra bilirəmsə, deməli səbəb-nəticə əlaqəlidir. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya və ya tabesizlik bağlayıcıları ilə də bağlana bilirlər. Məsələn, hansını deyək buradan? Etibar atdan yıxıldı. Etibar atdan yıxıldı. Sonrasında ayağı əzildi. Bax, etibar atdan yıxıldı. Bir bunun arxasını istəyir. Yıxılandan sonra öldümü, qaldımı, qolumu qırıldı. Bir bu insan haqqında bir məlumat istəyirsən. Sonra da qayıt istəyirsən ki, ayağı əzildi. Etibar atdan yıxıldı. Ona görə də ayağı əzildi. Gətirə bilirəm. Oldu səbəb nəticə əlaqəli. Bir də səbəb nəticə əlaqəli bağlayıcı ilə və bağlayıcısına işlədə bilərik. Məsələn, gün çıxdı. Gün çıxdı. Aha, gün çıxdı. Səbəb gündür. Ondan sonra deyirəm ki, və aləm nura qərq oldu. Gün çıxdı, səbəb idi. Artıq nəticədə nə oldu gün çıxandan sonra? Bir nəticə lazımdır. Gün çıxdı, aha, lap yaxşı. Və bunun nəticəsi lazım idi. Aləmdə nura qərq oldu. Sonrasında dolu yağdı, əkinə ziyan vurdu. Bu cümlə səbəb-nəticə məzmunu bənzəsə də, buradakı xəbərlər bir mübtədəyə aid olduğu üçün sadədir. Məsələn, sizə gətirib verə bilər ki, dolu yağdı, əkinə ziyan vurdu. Nə etdi? Ziyan vurdu. Nə? Dolu. Nə etdi? Yağdı. Nə? Dolu. Hər ikisi də doluya məxsus deyil. Bu sadə cümlədir. Gətirib sizə səbəb-nəticə əlaqəsi kimi verə bilər, səhvdir. Sonrasında səbəb-nəticə əlaqəli tabesi mürəkkəb cümlə ilə ardıcıllıq əlaqəli tabesi mürəkkəb cümlə bir-birinə çox bənzəyir. Bunu bir-birinə necə fərqləndirməliyik? Səbəb-nəticə əlaqəli tabesi mürəkkəb cümlələr ardıcıllıq əlaqəsində necə? Və bilirsiniz, ardıcıllıq əlaqələrindəki ardıcıllıq adi ardıcıllıqdır. Yəni, buradakı ikinci cümləni heç də zəruri olaraq birinci cümlədən doğmur. Öz-özünə yəni alınır da, yəni məsələn, birinci cümlənin səbəbində yaranmayıb ikinci. Nəticəni tələb etmir burada. Lakin səbəb-nəticə əlaqəsində ardıcıllıq səbəbdən sonra gəldiyi üçün nəticənin təbii zəruriliyi vurğulanır. Sonrasında keçək məncə sizdən indi aydınlaşdırma əlaqəsinə. 3 dənəsi qaldı. Aydınlaşdırma, qarşılaşdırma, bölüşdürmə. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədə. Aydınlaşdırma ilə tabesiz mürəkkəb tərkib hissələri biri ümumilik bildirir, digəri oyunu aydınlaşdırır, konkretləşdirir. Necə? Deməli, burada aydınlaşdırma bağlayıcılarla istifadə olunacaq. Hansılardan? Tabesizliyin aydınlaşdırmasından. Yəni, məsələn, istifadə olunur. Deməli, aydınlaşdırma əlaqəli tabesi mürəkkəb cümlələr əsasən intonasiya ilə bağlanır. Bəzən intonasiya ilə yanaşı aydınlaşdırma bildirən yəni bağlayıcıdan istifadə olunur. Məsələn, onun vəziyyəti pisləşirdi, ümumi bildirir. Yəni, hərarəti getdikcə yüksəlirdi vəziyyətində deyə bilərik. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında qoşa nöqtə qoyulur, yənidən sonra qoşa nöqtə qoyulacaq və ya nöqtəli vergül qoyulur, fərqi yoxdur. Məsələn, deyirik nəyi? Gözəl yaz günü idi. İdi. 2 nöqtə və ya nöqtəli vergül, çəmənlər yaşıl don geyinmişdi. Yəni, gözəl yaz günü idi. Yəni, çəmənlər yaşıl don geyinmişdi. Da arxasını yazmıram, vaxt gedir deyə.
Bu formada düzəldilir. Yəni, yənini görməsəniz belə, baxırsınız cümlə mürəkkəb cümlədir və tuta bilmirsiniz hansı növdür. Yənini əlavə eləyirsiniz beyninizdə. Uyğun gəlirsə, olur aydınlaşdırma əlaqəsi. Və ya qoşa nöqtə, nöqtəli vergül formasını görürsünüzsə və baxırsınız cümlə mürəkkəb cümlədirsə, aydınlaşdırma əlaqəsidir. Keçirik qarşılaşdırma əlaqəli tabelsiz mürəkkəb cümləyə. Qarşılaşdırma əlaqəli Qarşılaşdırma əlaqəli tabelsiz mürəkkəb cümlə. Qarşılaşdırma burada artıq hadisələr qarşılaşdırılır. Burada da bağlayıcılardan daha çox istifadə olunur. Hansı bağlayıcılar? Qarşılaşdırma bağlayıcıları hansılar idi? Amma, ancaq, lakin, fəqət, halbuki, isə və s. Bu bağlayıcılardan istifadə olunur. Deyirəm ki, və ya olmasa belə beyninizdə bərpa eləyə bilirsiniz. Bir hadisə qarşı-qarşıya qoyulur. Yəni təzad içində verilir. Deyirəm ki, Rəcəb çox dedi. Nadir qulaq asmadı. Bir əkslik var. Deyirəm ki, Rəcəb çox dedi. Və ya ammanı yerinə bərpa eləyə bilirsiniz də. Nadir qulaq asmadı. Nə etdi? Qulaq asmadı. Kim? Nadir. Nə etdi? Dedi. Kim? Rəcəb. Amma, bura ammanı gətirirəm. Amma Nadir qulaq asmadı. Artıq ammanı gördüksə, deməli burada nə var? Qarşılaşdırma əlaqəli tabelsiz mürəkkəb cümlə. Sonrasında dediyim kimi bəzi yerlərdə bu qarşılaşdırma əlaqəsi ziddiyyətlə, yəni təzadla, bir-birinə zidd olan ifadələrlə verilir. Məsələn, deyirəm ki, rəqib çox güclü idi, biz zəif. Burada artıq görürsünüz güclü, zəif, bir-birinə əks ifadələr işlədilib. Bu zaman olur artıq nə? Qarşılaşdırma əlaqəli. Bir də müqayisə edilən, fərqləndirilən ifadələri var. Məsələn, bacım 5-ci sinifdə oxuyur, mən isə 3-cü. Burada yerinə ancaq da qoya bilərsiniz. Bacım 5-ci sinifdə oxuyur, ancaq mən 3-cü sinifdə oxuyuram. Yerinə ancaq falan gətirə biliriksə, olur bu zaman nə? Qarşılaşdırma əlaqəsi. Keçdik sonuncu olan bölüşdürmə əlaqəsinə. Bölüşdürmə əlaqəsi idisə, elə bölüşdürmə bağlayıcılarının vasitəsindən yaranır. Bölüşdürmə bağlayıcıları hansılardır? Gah, gahda, ondan sonra ya da və s. Bunlar idi artıq. Deməli, burada bu bölüşdürmə əlaqəsinə istifadə olunacaq. Məsələn, deyirəm ki, gah yağış yağır, gah gün çıxırdı. Gah yağış yağır, gah da gün çıxırdı. Nə edirdi? Yağır, nə yağış, nə edir? Çıxır, nə gün. Mürəkkəb cümlədir. Gah, gahdadan da istifadə olunsa bölüşdürmə əlaqəlidir. Sonrasında bölüşdürmə əlaqəli tabelsiz mürəkkəb cümləni bağlayıcısız təsəvvür etmək mümkün olmur. Bu cümlənin bağlayıcıları ixtisar etsək, həmin cümlələr əsasən zaman əlaqəli tabelsiz mürəkkəb cümləyə çevrilir. Yəni, bağlayıcını silək, bağlayıcı yoxdur. Yağış yağır, gün çıxırdı. Hamısı eyni zamanda baş verir demək. Deməli, bağlayıcısız olanda, bağlayıcılarını, yəni gah-gahdanı, ya-yadanı itirəsi olsaq, bölüşdürmə əlaqəsi çevriləcək nəyə? Zaman əlaqəli tabelsiz mürəkkəb cümləyə. Ümumilikdə bu qədər tabelsiz mürəkkəb cümlələrdə. Əlavə sualımız olsa baxarıq.